Səsi necə inkişaf elətdirmək olar hacı? Ən yaxşı səslər hardadır? Ab-havası yaxşı olan yerlərdədir səslər. Hacı, mən bu yaxınlarda qabağıma çıxdı. Mərhum Mustafa İsmail 6 yaşında hafiz olub. Biz təbiət aləmində ümumiyyətlə səslərin hamısını duysaq, insan yaşaya bilməz ki. Hacı, bu məşqləri edərkən hansı məsələlərə diqqət eləmək lazımdır? Mənim yanıma gələnlər, mən şərtimdən biri budur ki, əzbər oxu. Hətta biz Quran sədası müsabiqə vaxtlarında da hacı, siz həmişə bizə məsləhət görürdünüz ki, bəli. Yəni sizə düşən o yerlər ki, mütləq əzbərləmək lazımdır. Çətin də deyil əzbərləmək. Bismillahirrahmanirrahim. Əziz izləyicilərimiz, xoş gördük sizləri Ahəng proqramımızda. Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun. Keçən həftələrdə olduğu kimi, bu həftədə biz əziz, dəyərli ustadımız Hacı İlkin Həsənzadə ilə sizin evlərinizdə qonaq olacaq. Hacı, xoş gəlmisiniz. Çox sağ ol əzizim. Allah razı olsun. Siz necəsiniz? Allah razı olsun Hacı, təşəkkür eləyirəm. Həm öz adımdan, həm izləyicilər adından çox sizə sağ olun, təşəkkür bu edirəm. məsələlər haqqında bizi də, izləyicilər də maarifləndirirsiniz. Bildiyimiz qədər inşallah. Bəli, bir məsələni nəzərinizə çatdırmaq istəyirəm ki, Hacı, artıq biz 3 veriliş təqlid mövzusu haqqında danışmışıq. Geniş danışdıq. Bəli, istəyirəm ki, inşallah bu həftə təqlid məsələsini yekunlaşdıraq və başqa məsələlər haqqında Çünki bu təqlid məsələsində geniş çox əziyyət çəkmişdim ümumiyyətlə. O yüzdən istədim ki, hansı məsələdə ki, əziyyət çəkmişəm. Bəli. O məsələdə asan da olsun. O məsələdə istəyirəm ki, izləyicilərimizi daha geniş, ətraflı məlumatlandıraq. Tək bu məsələ deyil, təcvid məsələsində də çalışdığım qədər geniş formatda təcvid dərsləri çəkmişəm ki, əziz Quran oxucularımız bu məsələdə çətinlik çəkməsinlər. İnşallah. Təşəkkür edirəm. Allah razı olsun. Biz ilk olaraq bir sual vermək istəyirik Hacıdan sizə. Səsi necə inkişaf elətdirmək olar Hacı? Ümumiyyətlə, qiraət məsələsində biz ötən verilişimizdə bu haqda danışmışdıq. Ümumiyyətlə, səsi inkişaf elətdirdiyin qədər səsin qoruma metodlarından da istifadə etməlisən. Yəni, zəhmət hədərə getməsin. Yəni, ümumiyyətlə, bunu səmimi olaraq deyirəm ki, oxuyan adamlar həqiqətən də o ağır fiziki işdə işləyən adamlar qədər əziyyət çəkirlər. Maraqlı olsun bu tərəfini deyim. Yəni, düzdür, oxuyan adamlar qıraqdan səliqəli, ondan sonra heç iş görmürlər, sonra əziyyət çəkmirlər. Belə bir formada görsənir də oxuyan adamlar həmişə səliqəli geyimdə, həmişə səliqəli. Məsələn, oxunan yerlərin özü də fərqli yerlər. Qıraqdan baxan elə bilir ki, bunlar elə doğrudan da gedirlər, yatırlar və gəlirlər, rahat oxuyurlar. Yox, qardaş, belə deyil. Doğrudan da müqayisə edərkən fiziki iş daha asandır. Nəinki bu oxuyan adamların səs qorumaları. Onunla müqayisədir. Fiziki iş çox rahatdır. Fiziki işdə o qədər qorunmursan, nəinki səsdə. Adi, bunu deyim sizə, səfərlər edirik də, məsələn, müxtəlif yerlərə səfərlər edirik. Həmin yerlərin ab-havası belə insana təsir qoya bilir, səsvə təsir qoya bilir. Yəni, bu qədər həssas bir məsələdir. Və yaxud da gündəlik məsələn həyatımızda bəzi şeylər var ki, onlardan qaça bilmirik. Və yaxud da tozlu şəhərdə, havası çirkli şəhərdə yaşayırıqsa, orada qorunmaq daha çətindir. Çünki səs elə şeyləri sevmir. Niyə görə məsələn səsləri biz analiz edəndə ən yaxşı səslər hardadır? Ab-havası yaxşı olan yerlərdədir səslər. Diqqət etmişsiniz ona? Bəli, bəli. Havası, suyu yaxşı olan yerlərdə səs daha çox gözəl və məlahətli olur. Bəli, Allah bunu belə, bu səsi belə yaradıb. O yüzden bunu deyim ki, yəni səsi qorumaq böyük şərtdir və çox zəhmətli
bir işdir. Ötən verilişimizdə qeyd etmişdim bunlara. Yemək, içmək, istirahət, hətta psixoloji durum belə ona əhval-ruhiyyəni də biz qatsaq, bunların hamısını bir yerdə sən elə bir formada ustad olmalısan, cəmləməlisən ki, sənin səsin həmişə yerində olsun. Yəni, bu doğrudan da fiziki işdən, yəni bir dənə müqayisə eləyin, fiziki işdən gör nə qədər çətindir. Bir yerə getmirsən qonaqlıqdır. Bu olmaz, o olmaz. O da heç nə olmaz. Bu deyir ki, Allah ev tiksin, bir dəfədir də. Həmişə olmur ki, qonaqlıq məsələn, yaxşı. Bu buradan deyir, o oradan deyir. Qalırsan məsəl üçün, özün də utanırsan ki, qıraqdan deyəcəklərə, bu naz edir də, sən yemir. Amma deyə bilmirsən ki, qardaş, mən onu yesəm, axı, indi birazdan tələb edəsən ki, çıx oxu. Mən oxumağa çağırmamısan. Çıx orada bir ağız oxu. Mən onu yiyəndən sonra, mən onu çıxıb oxuya bilməyəcəm axı orada. Və o, qəbul edirik bunları. Onlar da istədiklərindən deyirlər ki, o sevdiyi şeydən sən də bir tikə dadasan. Amma sən də onu oxumağa görə, səsivi qorumağa görə yemirsən, içmirsən. Bu özü cihaddır. Doğrudan da yəni bu illər ərzində yəni biz çalışdığımız qədər elə siz çalışdığınız qədər belə şeyləri riayət edirsiniz. Və oxuyanlar qorxmasınlar bu məsələdən. Biraz bəlkə də çətin görünə bilir və əlbəttə yəni yenə deyirəm bu mərhələyə girmək üçün mütləq bir şeyləri qurban verməlisən. Hər mövzuda o cürdür hacı. Bəli, elədir. Yəni ümumiyyətlə səs mövzusu deyərdim ki, daha həssas məsələdir. Həssas məsələlərdən biridir. Tək qiraətdə deyil, yəni bütün xanəndələr də onların da həyatına baxsaz, görsən ki, onlar da bir şeylərdən neyniyiblər, çəkiniblər, qorunublar. Yəni bunu çatdırmaq istədim ki, yəni önəmli məsələlərdəndir bunlar. İnşallah biz ki bu qədər danışırıq, 3 veriliş məsələn təqlidin haqqında danışmışıq, səslər haqqında çalışırıq ki, danışaq. Elə mən istərdim ki, təqlid mövzusunda elə artıq yığaq, yekunlaşdıraq və başqa mövzular haqqında inşallah daha ətraflı, geniş şəkildə danışaq və sonra muğamlar mərhələsinə keçid edək. İnşallah o daha maraqlı olacaq məncə. Elə bilirəm ki, maraqlı olar. İnşallah maraqlı olar. Həm qiraət edərsiniz, həm qiraət edərik inşallah. Müəyyən təqlidi qiraətlər və yaxud da muğamlar göstərmək üçün o daha yaxşı inşallah maraqlı alınar. Həm izləyicilərimizə, həm bizə də maraqlı alınar. Bəli, təqlid mövzusunda dedik, hansı qarilərə təqlid etmək olar, təqlid yaş məsələsi, faktoru var idi ortada, kiçik yaşlarda, böyük yaşlarda. Mən bunu parantez arası qeyd edim ki, kiçik yaşlarda təqlid daha gözəl olur. Kiçik yaşlarda. Çünki yəni biz ki yaş üstünə yaş gəlir, həyatın yükü də başlayır artmağa. Həyatın yükü artdıqca bizim o qulaq yaddaşımız ki deyirik, qulaq yaddaşı əsas oxunuşda, təqliddə şərtlərdən biri qulaq yaddaşıdır. Artıq o zəifləməyə başlayır. Məsələn, biz uşaq yaşlarında təqlidə başlayırıqsa, bütün gücümüzü hara veririk? Qulaq yaddaşına veririk. Pul qazanmaq dərdimiz yox, ailə problemimiz yox, fikir çəkmirik, dostumuz o qədər yox, ondan sonra bizi başqa yerə çağıran yox. Ən azından dərdimiz bir dənə oynamaq dərdi olursa uşaqlıqda, gör böyüyəndən sonra o dərdlər yaxşı mənada desək də, yəni başımızı qatan şeylər nə qədər olur? O yüzden biz qulaq yaddaşımızı, ki qulağın da kanalları var. Allah Teala bu qulağı elə yaradıb, bəzi səslər eşidir, bəzi səsləri eşitmir. Biz təbiət aləmində ümumiyyətlə səslərin hamısını duysaq, insan yaşaya bilməz ki. Allahın bu qədər məxluqatları var, bizim gördüyümüz və görmədiklərimiz. Və hamısını da səsin biz eşitmirik. Xırda o həşəratlardan belə tutmuş ta o böyük yaradılışlara qədər onların hamısının səsləri var.
Və onlar bir-biri ilə kontaktı necə qururlar? Qarışqa ilə kontaktı necə qurur? Sən mən onun səsini eşidirik, amma Süleyman Peyğəmbər eşidirdi. Bəli. Misalları var da Qurani-Kərimdə. Doğrudur. Allah Taala bu həyatda bizə eşitmək məhdudiyyəti qoyub. Ümumiyyətlə belə desək, 20 Hz-dən 20.000 Hz-ə qədər insanın eşitmə qabiliyyəti var. Ondan artığını eşidə bilmir. Yaxşı. Məsələ bundadır ki, biz təqlid, uşaq yaşlarında təqlid edərkən eşitmə qabiliyyətimizi artıra bilirik. Bax, İbrahim, bir dənə misal vururam. Bir dənə orkestr nəzərdə tut, orada nə qədər ifa edənlər var. Bir dənə də bəstəkarı nəzərdə tut. Bəstəkar qulağın o qədər inkişaf elətdirir ki, orada olan bütün səsləri bir-bir eşidə bilir. Amma biz qulaq asanda orada elə bir dənə ümumi səsi eşidə bilirik. Ola bilər ki, biraz qulağımız inkişaf eləmiş qulaqlardan olsun. Orada 4-5-in qulağımız tuta bilir, qalanı tuta bilmir eyni anda. Amma həmin o bəstəkar o səsləri bir-bir hamısını eşidir, eyni anda eşidir. O nədən irəli gəlir? O qulağını inkişaf elətdirib. Deməli, təqlid məsələsində yığcamlaşdırıram deyə bunları danışıram. Təqlid məsələsində biz uşaq yaşlarından ki, bizim başımızı qatan şeylər çox az olduğundan bütün gücümüzü veririk qulağa. Eşitmə qabiliyyətimizi gücləşdirəndən sonra artıq böyük yaşlarına keçəndə mənim eşitmə problemim yoxdur. Sözümü çatdıra bilirəm. Və artıq mən qiraət mərhələsinə artıq professional şəkildə girirəm. Artıq səsə bir dəfə qulaq asandan sonra yadımda qalacaq. Çünki harada inkişaf elətdirmişəm? Onu uşaqlıq mərhələsində inkişaf elətdirmişəm. Yaddaşın ən iti olan vaxtında. Yaddaşın bu oxumaqda da belədir. Bəli. Oxumağın yaş dövrü var. Biraz keçəndən sonra artıq zehin məlumatlarla dolu olduğuna görə çox məlumatı yadında saxlaya bilmir. Bu günlər məsələn yaşadığımız zamanə elə bir zamanədir. İnformasiyanın çox olduğu bir zamanədir. Görürsən, əksər insanlar yaddaşdan şikayət edirlər. Hamımız yaddaşdan şikayət edirik. Görürsən, biri söz deyir, 2 gündən sonra yadıma düşür ki, filan kəs mənə söz demişdi. Niyə? Çünki o qədər informasiya gəlir. Beyin artıq dolur da, Allah belə yaradıb beyni. Məsələn, bir flaşı nəzərdə tutaq, onun yaddaş qədəri var da, düzdür. Biz ona hər nə gəldi əlimizə atırıq onun içərisinə, tez bir zamanda dolur. Amma nə edirik? Deyirik ki, bu tez dolmasın deyə mühüm yaddaşları, mühüm proqramları atırıq həmin o flaşın içərisinə. Zehnimizdə də belə, ümumiyyətlə insan belə olmalıdır. Mühümləri yadda saxlamalıdır, qeyri-mühümləri etina etməməlidir. Mümkündür, bunların hamısı mümkündür. Nəysə, sözümüz bundan gedir ki, təqlid məsələsində mütləq birinci yaşı nəzərdə almalıyıq. Mən məşhur qarilərin həyatına baxıram. Orada məşhur qarilər artıq 12-13 yaşlarında bunlar qari olublar. Çox maraqlıdır İbrahim. 12-13 yaşında artıq bu qiraət mərhələsinə girir. Artıq gəlir böyük şeyxlərin qabağında imtahan verir ki, bu qaridir artıq. Hacı, mən bu yaxınlarda qabağıma çıxdı. Deməli, mərhum Mustafa İsmail 6 yaşında hafiz olub, oxudum. Bəli. 6 yaşından 12 yaşında artıq hafiz idi. Yəni bu da yəqin ki, yaşının az olması ilə əlaqədar olub ki, hafizlər, yəni uşaq yaşlarında Peyğəmbər əleyhissalamdan hədis də var ki, uşaqlıqda öyrənilən elm daşın üzərində yazılan yazıya bənzəyir. Ümumiyyətlə qariliyin, yəni Misirdə qariliyin şərtlərindən biri hafiz olmaqdır. Bəli. Və təqliddə elə yaxşı bu məsələyə toxundun İbrahim. Təqliddə bir məsələdə hifz məsələsidir. Ən azından hafiz olmasan belə oxuduğun yeri əzbərləməlisən. Bəli. Ümumiyyətlə, yəni biz tələbəlik illəri dövründə az bir hissə olsa da belə, 7-8 cüz olsa belə Qurani-Kərimdən yəni əzbərlədim mən. Quranın əvvəlindən 5-6 cüz əvvəlindən əzbərlədim, 2-3 cüz sonundan əzbərlədim Qurani-Kərimin. Bu bilirsən insana
həm Quranın maarifində, həm Quranın o qəlbə yatımlığında, Quranla tanışdıqda insana çox böyük köməklik eləyir. Və oxuduğun yeri də əzbər oxuyursan, bu o deməkdir ki, sənin oxunuşunu 10 bərabərə artırır gözəlliyini. Bəli. Sən bir dənə qəzəl götür məsələn, bir xanəndə qəzəl götürsün, 2 əzbər bilmir, vərəqdən oxusun. Cəmaatın gözündə də onun xanəndəliyi bir neçə nömrə düşəcək aşağı. Yəni deyəcəklər, bu necə oxuyandı ki, bu hələ vərəqdən oxuyur belə. Amma insanlar necə onu qəbul edirlər? Əzbərdən oxumalıdır, hamıya baxa-baxa oxumalıdır, məsələn, manevrlər etməlidir. Quran qarisi də, bax, siz qarilərin həyatına diqqət edin, əzbərdən oxuyurlar. Sən ki, mətni əzbər bilmirsən, diqqətin hardadır? Kitabda. Kitabdadır, mətindədir. Sən çıxa bilmirsən, diqqətini oradan qaçırda bilmirsən. Kitabdan ayrıla bilmirsən. Amma əzbərdən oxuyan zaman, məsələn, İnnellezîne âmenû və amilu's-sâlihâti kânet lehum cennâtul firdevsi nuzulâ. Üzr istəyirəm, biraz xəstəliklə bağlı səsim yerində deyil. Yəni, bunu əzbərdən, məsələn, indi mən əzbər oxudum bunu, Kəhf surəsinin sonuncu ayələrindəndir. Bunu mən indi mətin üzündən oxuyanda diqqətim qalacaq harada? Kitabda. Mətində qalacaq. Amma bu ki, oxuyuram, İnnellezîne âmenû və amilu's-sâlihâti, əzbər bildiyim halda bunun mənasını da bilirəm. Düzdür? Məni aparır o kəslər ki, iman gətirdilər və salih əməl gördülər. Kənət ləhum cənnətul firdevs. Onlar Firdevs cənnətlərindədirlər. Diqqət eləyin. Yəni, bu tam başqa bir ab-hava verir. Həm oxuyanın özünə, həm də qulaq asana. Mən həmişə uşaqlara deyirəm, uşaqlar, əzbərləyin. Yəni, təqlid üçün, belə deyə, mənim yanıma gələnlər, mən şərtimdən biri budur ki, əzbər oxu. Hətta biz Quran sədası müsabiqə vaxtlarında da siz həmişə bizə məsləhət görürdünüz ki, bəli. Yəni sizə düşən o yerlər ki, mütləq əzbərləmək. Çətin də deyil əzbərləmək. Yəni Quran-ı Kərimi əzbərləmək asandır. Ələ xüsus məsələn oxunan yerləri əgər təqliddirsə daha rahat əzbərləmək olur. Məsələn mənim yadımdadır, Minşavi ilə məşq etdiyimiz zaman Qaf surəsi وَلَقَدْ خَلَقْنَا الْإِنسَانَ وَنَعْلَمُ مَا تُوَسْوِسُ بِهِ نَفْسُهُ. Sən Qaf surəsində də yadımda qalıb Minşavi. وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ الْوَرِيدِ إِذْ يَتَلَقَّى الْمُتَلَقِّيَانِ عَنِ الْيَمِينِ وَعَنِ الشِّمَالِ قَعِيدٌ. O vaxtdan yanımda qalan ayələrdəndir. Məsələn, Minşavinin və yaxud da deyək, Həşr surəsi. لَوْ أَنزَلْنَا هَذَا الْقُرْآنَ عَلَى جَبَلٍ لَرَأَيْتَهُ خَاشِعًا مُتَصَدِّعًا مِنْ خَشْيَةِ اللّٰهِ. Bunu əzbərdən oxumaq gör nə gözəldir. Bir də var, məsələn, mən mətindən baxıram, fikrim qalıb mətində və avaz gedir, yaddan çıxır. Bu mütləq əzbər də olsa daha gözəldir, təqliddə. Bu, yəni, həm qarşı tərəfə, həm oxuyana gözəl təsir bağışlayar. Bəli, təşəkkür edirəm. Allah razı olsun, əzizim. Hacı, zəhmət olmasa, səsi necə inkişaf elətdirmək lazımdır mövzusuna yekun bir fikrinizi deyərdiniz. Deməli, biz təqliddən danışdıq bura qədər. İkinci məsələ səs məşqləridir ümumiyyətlə. Səsi necə məşq elətdirmək lazımdır? Bu çox önəmli məsələlərdən biridir. Yəni biz ümumiyyətlə oxuyarkən birbaşa gəlib səhnədə
oxuya bilərikmi? Və yaxud da məsəl üçün mən səhər yuxudan dururam və qiraət eləmək istəyirəm. Birbaş məsəl üçün başlayıram. Əuzu billahi minəşşeytanirracim və yaxud da təb gəlir. Olur da görürsən ki, səhər tezdən durmusan. İnnəllâhe və mələikətəhu yusallûne alən-nəbi. Birbaş dururam, məsəl üçün, birbaş bu forma giriş edirəm. Səs məşq etmədən. Səs məşq etmədən. Ziyan olacaq da hacı. Əlbəttə zərəri olacaq. Biz ümumiyyətlə ötən verilişlərimizdə də səsə hansı şeylər zərərdir, bunlar haqqında danışdıq. Diqqətlə əzizlərimiz olar ki, izləyirlər, qulaq assınlar həmin o verilişlərə ki, səsə zərərli olan şeylər hansılardır. Biri də ümumiyyətlə səsi qızdırmadan, səsi isitmədən olunan tilavətlərdir. Misal vurduğum kimi, məsəl üçün, səhər tezdən dururam, əlimi atıram qulağımın dibinə, təbim gəlib, çünki istirahət etmişəm, adətən belə olur. Adam yuxudan duranda təb gəlir adama. İstirahət etmişəm, əhval-ruhiyyəm var və eyni zamanda təbim gəlib və mən başlayıram birbaşa zildən oxumağa. Bu düzgün giriş deyil. Çünki səs ustadları, bunu vokalistlər qeyd etdiyim kimi, səsin açma yollarını deməli öyrədirlər. Onları saytlər üzərində, notlar üzərində səsi yuxarı, aşağı notlarda gəzdirməklə səsi neynirlər? Qızdırırlar, isidirlər səsi. Elə olan halda daha yaxşı oxumaq mümkündür, daha çox oxumaq mümkündür. Hacı, ola bilərmi ki, ustad qarilərin, hətta sizin belə, Azərbaycan qarilərinin belə, qiraətə başlayanda birdən-birə heç vaxt olmur ki, çox az hallarda ola bilər ki, 3-5 dəqiqəlik məsafəlik qiraət vaxtı verirlər. O da olar ki, məsəl üçün başlayıb biraz yüksək tembrinə, səs tembri ilə. Sən başlayanda biz necə başlayırıq? Əuzu billahi minəşşeytanirracim. Birdən-birə, yəni uca səslə başlamırıq ki, aşağı tembrinə. Bu ola bilərmi ki, bu başlanğıcla səsi qızışdırmaq sayısın o? Mümkündür, bəli, mümkündür. Sadəcə olaraq bizim vaxtımız az olduğuna görə, məsəl üçün, əgər sənə 10 dəqiqə vaxt verə bilərsə, sənin səsin 10 dəqiqədə ancaq qıza bilər, isinə bilər. Səs 1 dəqiqə, 2 dəqiqə qızınmır. Mən özüm dəfələrlə yoxlamışam. 10 dəqiqədən, 13 dəqiqədən sonra, səs isitmələrdən sonra səsdə bir dənə şəffaflıq yaranır. Səsdə bir dənə gözəllik yaranır, isinmə yaranır. Bunun misalı biraz kobud olsa da deyəcəm, baxın, at qaçan heyvanı da, düzdür. Allah Quranda da onun ayağı döyüşdə, cihadda, bəli, qaçan atların dırnaqlarının altından çıxan o daşlar, çınqılara and içir. O heyvanda bir xüsusiyyət var. Onun bədənin biraz isidəndən sonra, o ki, qaçmağa hazırlayırlar, onun bədəni isidirlər. Bədən isinəndən sonra onu saxlaya bilmirlər, qaçmaq istəyir. Nə qədər bədəni isinməyib, normaldır. O bilir ki, mən qaçmağa hazır deyiləm. Amma elə ki, onun bədənini isitdilər, o artıq qaçmağa hazırdır. Yəni, artıq saxlaya bilmirsən ki, o qaçmaq istəyir. Aydındır. İnsanın səsi, bax, həmin o misala bənzəyir. Sən onu 10 dəqiqə, 13 dəqiqə isidəndən sonra artıq o başlayır, oxumaq istəyir. Artıq orada xırıltılar yoxdur. Artıq üzr istəyirəm, bəlğəmlər yoxdur. Niyə? İsitmədə onlar həll olur. Elə bir səs telləri artıq oxuma həddindədir. Bunu da necə etmək olar? Bəli, məsələn, saytlardan istifadə edib yavaş sürətdə, iti sürətdə bu forma məşqlər edirsən və yaxud da bunları notlar üzərində edirsən.
Artıq hiss edirsən ki, boğazda olan o artıq narahatçılıqlar həmin o vasitə ilə nə olur? Səndə çıxır. Və bu nəyi bizə verir? Birinci, səsimizi isidirik və bununla bərabər qiraətdə olan bu səslər ki, yoxdur, a, i, u, ə, bu səsləri kəlamlarda artıq biz rahat şəkildə işlədə bilirik. Və mə, artıq səs dümdüzdür. Bəli. Və mə, İnna a'taynakal kawthar. Mən burada olan bu sait səsləri nə edirəm? Rahat şəkildə, çünki onları məşq etmişəm deyə, artıq onlar mənim səs tellərimdə bir oturuşmuş səslərdir. Yəni düzəlmiş səslərdir və o qiraətin gözəlliyinə də gətirib çıxardır. Və sən artıq əmin olursan həmin səslərdə ki, mənim səsim nədir? Notdan qaçmayacaq. Xaric oxuyanların ən böyük problemləri bu notlarda düzgün işləməmələridir. Ki bu notları onlar işləmirlər deyə gəlirlər oxuyanda görürsən ki, hər hansı bir kəlmənin məsəl üçün saytında artıq səs nə olur? Çünki yerin tapmayıb deyə qaçır başqa notun üzərinə və oxunuşu da eləyir bərbad. Ümid edirəm ki, müəyyən qədər inşallah izah edə bildim. Təşəkkür edirik. Çox sağ olun. Hacı, bu məşqləri edərkən hansı məsələlərə diqqət eləmək lazımdır? Birinci məsləhətim bundan ibarətdir ki, azından vokal müəllimlərinə, dərslərinə müraciət etməlidirlər. Elə bil internetdə də var. Əgər qeyd etmişəm ki, əvvəl verilişimizdəki müəllim olsa daha gözəl, amma internet vasitəsilə də onların məşqlərinə baxa bilərlər. Amma ən iki əsas bundan ibarətdir ki, birinci, bu məşqi rahat, sıxıntıya girmədən etmək lazımdır. Yəni, baskı olaraq etmək lazım deyil. Çünki səs tellərinə də zərər vura bilərik də. Yenə deyirəm, bütün oxunuşlarımızda, bütün təqlidimizdə, səs məşqlərində, bu məşqlərin özündə birinci biz səs telimizi qorumalıyıq. Çünki o elə bir nemətdir ki, o xarab oldu, özünə gələ bilmir. Yəni, ora qan sıza bilər həmin o səs telinə, şiş yarana bilər həmin səs telində və sən nəinki oxumaqda, danışmaqda belə əziyyət çəkərsən. Biz görmüşük cəmiyyətdə, bəzən vaxtda görürük ki, rahat danışan bir insan bir vaxtdan sonra bu səslə danışır. Bəli. Çünki səs teli böyük bir nemətdir, amma çox təəssüflər olsun ki, biz bəşər bu neməti çox xatırlayırıq. Quran-ı Kərim demir məyəm? Siz az şükür edən, az şükür edənlərdənsiz. Hələ bir dənə səs telini götürək, adı bir hərf təcvid mərhələsində keçirik də İbrahim. Bir hərf 4 mərhələdən ibarətdir. Yəni bir hərf yaranmaq üçün, məsəl üçün biz burada danışırıq rahat, düzdür? Hər kəlməmiz neçə hərfdən ibarətdir? Gör, məsələn, bir neçə saniyədə neçə dənə kəlmə deyirik. Bu kəlmələrin içində olan, məsəl üçün, bir dənə hərf 4 mərhələdən keçir. Sonra yaranır, hərf gəlir meydana. Bunu yaradan Allah. Allaha nə qədər şükür etmək lazımdır. Və ona səs, ahəng verən Allaha nə qədər şükür etmək lazımdır. Ona görə diqqətli olmaq lazımdır. Bir də bu səsləri məşq edərkən yuxarı notlarda gördün ki, səsində xırıltı var, artıq həmin notdan en aşağı etməlisən. Məsələn, əgər mən bir oktav oxuyuramsa, görürəm ki, oktavda artıq bir oktavın sonunda ya biri keçəndən sonra başlayır səsimdə neyləməyə, çətinliklər yaranmağa, xırıltı yaranmağa. Mən həmin o məsafəni nə etməliyəm? Aşağı, yuxarı notları gəzməliyəm. Ta səsim ora qədər rahatlaşana qədər. Rahatlaşandan sonra artıq sən orada yuxarı notlardan etməlisən. Bir pillə
ged-gəl etməlisən ki, həmin səs açılmalıdır. Birdən-birə məsəl üçün biz məsələn bir dənə dəmiri qızdırmadan bəzən sına bilir. Düzdür? Yəni onu nə edirlər? Qızdırırlar, rahat formada əyilir. Bu səs yavaş-yavaş bir neçə dəfə əyilməlidir o tərəfə. Belə yenə dəmir misalı verirəm. Dəmiri bir dəfə əyəndə çətinlik çəkirsən, əyilmir. Onu 4-5 dəfə əyəndən sonra görürsən ki, artıq rahat, o biraz da isinir, rahat əyilir. Səs telləri həmin misaldadır. Biz səs tellərindən kobud şəkildə istifadə edə bilməliyik. Deməli, birincisi, məşqlərdə sıxıntıya girməməliyik, yəni rahat bir formada məşq etməliyik, səs tellərinə zərər vurmamaq üçün. İkincisi, diqqətli olmalıyıq ki, yuxarı notlarda səs xırıltı verdisə, artıq orada nə etmək lazımdır? Həddi bilib, o həddən aşağı notlara düşüb yuxarı qalxmaq. O not çərçivəsində biz artıq rahat məşq edə biliriksə, artıq biz yuxarı notlara da yavaş-yavaş keçməliyik. Bu formada biz edə bilərik. Həm səs tellərimizi qoruyaq, həm də səsimizi inkişaf elətdirək. Ümumiyyətlə, bu məşqlərin ki, biz notlar arası gəzişirik, buna oktav adlama deyirlər. Yəni, biz elə bil ki, bir notu götürürük, hər hansı bir oktavdansa götürürük bir notu, ondan bir oktav yuxarıya gedirik. Və sonra eyni qaydada geri qaydırıq. Bu anda səs təzyiqi və yaxud da səs frekansı bir anda artmağa başlayır. Bu məşqdə müxtəlif saytlərdə, bayaq dediyim qaydada müxtəlif saytlərdə etmək olar. Məsəl üçün, əgər bu anda səsinizdə yorğunçuluq yarandısa, yorğunluqlar irəli gəldisə bunda, qorxmaq lazım deyil. Çünki səs özünə qaydandan sonra elə bir səsi biraz da təzyiq etmirsən axı səsə. Bir müddətdən sonra ikinci dərsdən, məsələn, həftədə 2 dəfədirsə bu dərs, ikinci dərsdə artıq görürsən ki, səs özünə gəlir. Və həmin yerləri artıq səs rahatçılığına gedib qayıda bilir. Amma yenə deyirəm, çox diqqətli olmalıyıq bu məsələdə ki, səsimizə zərər verməyək. Bəli, çox təşəkkür edirəm Hacı, çox sağ olun. Allah bütün oxuyanlarımızı müvəffəq eləsin. Amin, Allah razı olsun. Oxumaq doğrudan da, yəni, bunlar hamısı illər tələb edir. Bunlar hamısını birdən-birə öyrənmək olmur təbii ki. Bunlar illər tələb edir, zəhmət tələb edir və bunu da deyim ki, Allah bir bərəkət qoyur ki, bu məsələlərdə elə rahatçılıqla da öyrənə bilirsən. Bəli. İnşallah Allah bütün oxuyanlarımızı müvəffəq eləsin. Mən bütün oxuyanlarımıza, hətta dinləyənlərimizə müvəffəqiyyət arzu edirəm və bizi də dualarında yaddan çıxarmasın. Çox sağ olun, təşəkkür edirəm. İnşallah ümid edirəm ki, izləyicilərimiz üçün də çox maraqlı bir veriliş olur. Çox sağ olun. Var olasın. Bəli, əziz izləyicilər, bununla da verilişimiz sona çatır. Sağ olun, salamat qalın.